Bu gün düz xəttli bərabər təcili hərəkət mövzusundan olan 130 nömrəli test tapşırığının izahına baxırıq. Düz xəttli hərəkət edən cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı qrafik bu cismin sürətinin proyeksiyasının zamandan asılılığına uyğundur? Qrafik 3 hissəlidir. Birinci hissə, ikinci hissə, bu isə üçüncü hissə. Hər bir qrafikdə hərəkətin növünü müəyyənləşdiririk. Birinci qrafikdən görünür ki, qrafik T oxundan aşağıda olduğu üçün hərəkət X oxun əksinədir. Qrafik S oxuna daha yaxın, sıx yerləşdiyi üçün isə hərəkət yavaşayan hərəkət olacaq. Deməli, birinci qrafik sürətin zamandan asılılıq qrafikini çəkərkən T oxundan aşağıda yavaşayan çəkirik. Biz bilirik ki, sürətin zamandan asılılığında qrafik hər zaman düz xətt olmalıdır. Deməli, birinci hissəyə uyğun olacaq qrafikimiz bu şəkildə. Keçirik ikinci hissəyə. İkinci hissədə isə qrafikimiz düz xəttdir. Yəni S-imiz sabitdir. S-in sabit olmağı hərəkətin sükunət olması deməkdir. Sükunət halında isə sürət sıfırdır. Bu zaman sürətin sıfır olduğunu çəkmək üçün qrafikimiz T oxunun üzərində olacaq. Bu oldu ikinci hissə. Keçirik üçüncü qrafikdə. Üçüncü qrafikdə isə hərəkətin növünü təyin etmək biraz çətin ola bilər. Belə halda biz qrafiki koordinat başlanğıcına sürüşdürürük. Üçüncü qrafikimizi, yəni bu hissəni biz koordinat başlanğıcına, yəni sıfır nöqtəsinə sürüşdürürük. Bu zaman hərəkətin növünü müəyyənləşdirmək bizim üçün daha rahat olacaq. Görürük ki, qrafikimiz T oxundan yuxarıdadır. Əgər qrafik T oxundan yuxarıdadırsa, hərəkət X oxun istiqamətində olacaq və S oxu ilə qrafik arasındakı məsafə görürük daha genişdir. Yəni bu hissə daha genişdir. Geniş olduğu üçün isə qrafikimiz olacaq, hərəkətimiz olacaq X oxu istiqamətində yeyinləşən hərəkət. Yeyinləşən hərəkətdə isə V-nin T-dən asılılığı T oxundan uzaqlaşmalıdır. T oxundan uzaqlaşmalı olan qrafik isə olacaq üçüncü hissəmiz bu cür. Variantımız olacaq B variantı.